namazdan çıxıb söyüşsün. Utanmırsan, sən indi deyirdin Allah və ağzından Allah sözü çıxırdı. Çıxmırsan, barda söyüşsünüzsən. Deyirdin Peyğəmbər, Həzrət Əli, İmam Hüseyin, necə Hüseyin çıxan ağızdan söyüşsün? İmam Badıra vurur, şiə odur ki, Allah'ı zikr eləsin, Allah'a söz ağzından çıxartmasın. Peyğəmbər buyurur, Allah bir neçə şeyə nifrət edir. Belə bizim dildə deyərik, zəhləsi gedir. Biri də söyüş çıxan ağızdır. Allah söyüş çıxan ağızda nifrət edir. Və eyni zamanda Peyğəmbər buyurur, o ağızdan ki söyüş çıxır, Allah o ağızın duasını qəbul eləmir. Sonra deyirsən, nə oldu mən elə istəyirəm, Allah vermir. Sonra ağzıma yiyəni gələr, sonra istələr, sonra. Valideynin yanında heç kimin Allah'a söz danışır. Hətta böyük qardaşın yanında. Hətta məsələn, digər valideynlərin yanında. Əminin, dayının yanında. 5 bayram bizden böyük olanın yanında Allah'a söz danışmır. Nətər Allah'ın huzurunda danışırıq da rahat ol. İmam Bakır olur ki bizim şiyəmizə da ki ağzına gələni danışsın, sonra da yekə danışsın ki yok məndən yox deyə elə imamdan qabaq bütün dünyanı mən hazırlayacağım, sonra imam gələcək. Get sən ağzını düzəl, sonra imamın gəlişi çalışarsan.